1 iyun 2025-ci ildə qəbula düşən 4-cü qrupun situasiyasıdır. Yəni bu situasiyanı çəkməkdə məqsədim nədir? Biz necə yazmalıyıq ki, bu situasiyalardan, bu 3 dənə sualdan tam bal alaq. Yəni balımız kəsilməsin. Situasiyanı sən bilmək, yəni bilərsən, həllini də yazarsan, A-nı taparsan, B-ni də taparsan, C-ni də taparsan, amma mən onu necə yazmalıyam ki, mən bal alım. Yəni tam yazmalıyam. Heç bir şey əskik olmamalıdır oradan. Yəni mən indi tam bal düşəcək şəkildə yazmağa çalışacağım uşaqlar. Deməli 58-ci sualda. Birinci bizə burada natrium asetatla natrium hidroksidin reaksiyasını verir. Bu biz A, B və C-ni tapmaq üçün bu reaksiyanı mütləq yazmalıyıq. CH4 üstə gəl natrium karbonat. Reaksiyasını yazdım. Burada parçalanma A-nı, B-ni və C-ni soruşur bu qrafikdən. Bu qrafikdə görürük ki, azalan qrafiklər, yəni reaksiya məhsulu 2 dənə də artandır, 2 ədəddir. Artanlardan, məhsullardan biri 32-yə gəlib, biri daha C-yə gəlib. Buradan görünür ki, C 3.2-dən daha doğrusu böyükdür. Burada da normalda alınanlardan metanın MR 16'dır, bu 106'dır. Deməli, alınan az olan 3.2 metandır, bu X-dır. Yəni, buradan 3.2'ye X-dır. X-dir, daha doğrusu biz bunu C yazmalıyıq. Yəni, C, alınan natrium karbonat. Deməli, 3.2'ye C'dir, 16'ya da 106'dır. Buradan C də bərabərdir. Bu tənasübdən 21.4. Bunu yazdıq. Bu, deməli, 3-ün həllidir. Ardıcılığı poza bilərsiniz, problem deyil. Sonra gəldik A ilə B-ni tapma. A ilə B-ni necə tapacağım? Baxın, bu reaksiyadan yeni tənasüb quracağım. 16 metan olanda, baxın, sərf olunan, baxın, tam B-dən götürülüb. Reaksiyaya girən maddələr B-dən başlayıb. Biri tam sərf olunub, biri yarıya qədər. Biz bilirik, burada 40-dır, eyni qədər götürüləndə. Bunun da MR-i olacaq, neçə olacaq bu maddənin MR-i? %59'un üstünə elə bil ki, gəlməliyik 23'ü, 82'dir. Yəni bunun da 16 qram metan alınanda 82 qram CH3CO natrium reaksiyaya girib. Bizdə testdə 3.2'yə verib. Baxın, B tam sərf olunur. Buradan B də bərabərdir 16,4 qram. İşte qramı burada verib. Qram yazmaya ehtiyac yoxdur. Bunu da tapdıq. Artıq B-ni də tapdım. Gəldim A-nı tapma. A nədir? Sərf olunan natrium hidroksidin kütləsidir. Yenə buradan təzədən bu demək, bu B-nin tapılmasıydı. Yəni 2-nin həlli idi. B də bu qədərdir. C də buradan tapmışıq. Deməli 1-də deyək də A-nı tapmaq üçün nə etməliyəm? Yenə 3.2 CH4'ə gedirəm natrium OH-a. 40 natrium OH-dır. Üzr istəyirəm. Burada B çıxılsın A natrium OH-dır. B-dən A-ya gəl. 16'ya da 40'dır. Buradan B çıxılsın A da bərabərdir. Neçə olacaq? 16'ya da bu 40'dır uşaqlar. Səhv yazmışam buradan. Burada neçə olacaq? 8 olacaq. Buradan A da bərabərdir. 16.4 çıxılsın 8, o deyil 8.4. A-mız da bu. Yəni mən 3-ünü də bu şəkildə yazmalıyam ki, mən buradan bal ala bilim. Deməli, mən bu situasiyanı bu şəkildə yazmalıyam ki, mən buradan tam bal ala bilim uşaqlar. Keçdik ikinci suala. İkinci sualda neçə litr X qazının ayrıldığını hesablayın. Burada X qazı nədən alınır? Reaksiya başladıqdan sonra qabda qalan bərk qalıq üzərinə H xlor
əlavə olunan zaman qabda X qazının ayrılması müşahidə olundu. Deməli, qabda bərk qalıq nə qalıb? Bir natrium karbonat qalıb. İndi açığı mən yenə o reaksiyanı yazmaq məsləhətdir. Təbii ki, orada meyarlarda deyilir ki, siz abituriyentin yazdığı əvvəlki suallara baxın. Amma yenə bu mərhələni yazsam daha yaxşı olar. Natrium hidroksid, buradan alınır metan və natrium 2 CO3. Və biz bildik ki, burada 3,2 buydu. Alınan bərk qalıq X-dir. Yəni, buradan tapmışdıq. X də bərabər idi 21,4. Yəni, bunun nüsü 0,2 mol idi. Bir də burada qalan bərk qalığın içində natrium hidroksid var. Bax, burada bərk qalan natrium hidroksiddir, bir də natrium karbonatdır. Burada natrium hidroksid artıq qalan da var. Deməli, H-xlor. Bu reaksiyanı yazmasaz da olar, amma bu reaksiya ikincisində bizə lazım olacaq. Üstə gəl H-xlor, buradan alınır natrium xlor, karbon qazı və H2O. Deməli, 2 mol əmsallaşdıracam burada. Mən bunu natrium karbonatın normal 0,2 mol tapmışdım. 21,4 qram. Nə qədər bizdən nə soruşur? Neçə X qazının alındığını və bu qazın alınan reaksiyasının tam iyon tənliyini. Bura X yazacağım. 1 mola da 22,4'dür. Bu tənliyi X-imiz də eləyəcək. 44,8 yox. 4,48 litre alınacaq. Buradan belə. Deməli, biri tapdıq. Birin cavabı olacaq 4,48 litr. Sonra deyir, bizim həmin bu reaksiyanın nə deyir? X qazanı və bu qazın alınma reaksiyasının deyir. Qısa iyon tənliyini. 2 natrium müsbət üstə gəl. CO3 2 mənfi üstə gəl. Bunu 2H müsbət üstə gəl. 2 xlor mənfi bu tərəfə tam əmsalla ha. Əmsalı yazmasaz, hər hansı birini yazmasaz balığınız kəsiləcək. Üstə gəl karbon qazı və H2O. Salam tənliyi də yazdım. Qısa iyon tənliyini yox, tam iyon tənliyini soruşur. Bunu saxlayıb qısanı yazsaz balığınız kəsiləcək. Bax, bu şəkildə mümkün qədər yazmalısınız ki, bal ala biləsiniz. Gəldik üçüncü məsələyə. H-xlorun məhlulu ilə reaksiyasından sonda qabda neçə mol duz alındığını. Bax, yenə həmin asetatın məsləhətdir bunları təzədən yazasınız başdan yenə. Buradan alınır natrium karbonat və CH4. Deməli, biz əvvəldə hesablamışdıq ki, normalda bu baş göz natrium OH əvvəldə hesablanıb ki, bunun metan 3,2 idi. Belə deyək, düzmü? 3,2 metan idi. Düzmü? Buradan bizə nə deyir? Sonda H-xlor. Bu maddə X idi. Buradan 16 idi. Bu da 1 mol idi deyək. Buradan tənlikdən X bərabər 0,2 mol natrium karbonat. Bunu yazdım. Sonra burada alınan M natrium OH var idi burada. Buna da baxmaq lazımdır. Natrium OH-ın kütləsi A'mız. Burada natrium OH artıq qalmışdı. Yəni biz orada reaksiyada baxın mol. Bunu tapdım. Bir də reaksiyada normalda bunun kütləsini bu 80 buradan yazaq da 16-ya 40 idisə buradan da nə qədər sərf olun? X. X da buradan nə qədər eləyir? 80 qram. Amma bizə B qədər götürülüb. 2 qədər. Buradan B idi. Bu 82 idi. Bu tənlikdən də B'miz olacaq. Yəni
82-yə belə deyək də 16 metan idi. 3.2-yə B idi. B-yə hesablamışdıq. B də bərabərdir 16.4 qram. Və M natrium OH da əvvəli 16.4 qramdır. Amma burada qalan məsələsi var. Qalan natrium OH var. Yəni 16.4-dən 8-i çıxacam. Yəni 8.4 qram da natrium OH burada nə edib? Qalıb. Deməli bizdən nə soruşur burada? Qabda olan H-xlor məhsulu ilə neçə mol duz alındığını, H-xlor məhsulu reaksiyanın sonunda qabda neçə mol duz alındığını və H-xlor məhsulunun molyar kütləsini. Deməli, bir qalan natrium OH var, bir də natrium karbonat var alınan qabda. Bunların H-xlorla reaksiyalarını yazmalısın. Buradan alınır natrium, xlor və su. Buradan alınır natrium, xlor, karbon qazı və H2O. 2 əmsal. Deməli, natrium OH 8.4 qram qalıb. Nə qədər duz alınacaq? X. Burada da bizə nə qədər idi bunun kütləsi? Belə deyək də 21.4 idi də. 21.4 idi. 21.2. 21.2-yə də X-dır. 2 mol duz alınır. Bu 40-a 1-dir. Burada da 106-ya 2-dir. X buradan 0.4 mol duz. Burada 1-dirsə X da bərabərdir. Neçə olacaq? 8.4 bölünsün 40. O da neçə eləyəcək? 8.4-ü 40-a böləndə. 8.4 bölünsün 40. Bu deyəcək 0.21 molda bu. Deməli, buradan cəmi duz, yəni natrium xlor 0.61 mol olacaq. Alınan duz. Bunu yazdıq. Bu birin həllidir. Bunları tək-tək yazmaq lazımdır ora. Düz mən biraz qarışıq yazdım səliqəsi. İndi bizdən nə soruşur? H-xlorun molyar qatlığı. Gəlin baxaq. Elə H-xlorla X, H-xlorla natrium xlorun mol sayları da eynidir. Hər iki reaksiyada, bura məsələn, burada Y deyək, burada Y deyək. Bu tənasübdən hər tərəfdən ayrı-ayrı. Məsələn, 2 mol. Y eləyəcək 0.4, Y eləyəcək 1-in 1-ədir. Buradan da 0.21. Deməli, buradan başlanğıcda H-xlor bərabər 0.61 mol. Bizdən də soruşur H-xloru 0.61-i böləcəksən 0.122-yə. O da yəqin ki 5 molyar eləyəcək. İstəyirsiniz bölüb baxaq. Belə. Yəni siz mən bu yazdığım ardıcıllıqla hamısını tək-tək yazmalısınız ki, buradan tam bal alasınız. Sağ olun. Təşəkkürlər. Videonu bəyənin, paylaşın, rəy yazın, kanala abunə olmağı unutmayın.